Rəhman və Rəhim olan Allahın adı ilə bizləri izləyən hər bir dəyərli əzizlərimizi salamlayıb və uca Rəbbimizdən hər birimiz üçün xeyir və afiyət diləyirik. Allah bu gözəl xalqımızın üzərində heç bir zaman yaman yerləşdirməsin. Allah bu cəmiyyəti həmişə bir-birlərinə mehriban qərar versin. Bizə verilən çox gözəl bir sualı istədik ki, siz əzizlərlə birlikdə cavablandırmış olaq və bu sualın cavabını siz əzizlərlə bölüşək. Verilən sual bundan ibarətdir ki, nə üçün mütəal Allah Müqəddəs Qur'an-ı Kərimin Bəqərə surəsinin 264-cü ayəsində bizləri sədəqə verdiyimiz zaman minnət qoymaqlıqdan nəhy edir, yəni çəkindirir. Amma halbuki özü Ali İmran surəsinin 164-cü ayəsində möminlərin üzərində minnət qoyduğunu deyir. Həmin ayədə bu cür buyurulur. Allah təbarək və təala möminlərin öz içərisindən onlara peyğəmbər göndərərək minnət qoydu. Ayənin tərcüməsi belədir. Amma Bəqərə surəsinin 264-cü ayəsində isə mütəal Allah buyurur, sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın, yəni onları batil etməyin, aradan aparmayın. Bu da sual verən şəxsin zehnində müəyyən şübhələr yaradır ki, nə üçün Allah təbarək və təala bir tərəfdə minnətdən bizi çəkindirib, amma özünün isə möminlərin üzərində minnət qoyduğunu deyir. Ərəb dilində mənnə sözünün mənası, həmin o minnət sözü ki var, yəni mənnə sözünün mənası əta, yəni lütf mənasındadır. Mənnan sifəti də bu mənadan götürülmüşdür. Ali İmran surəsinin 164-cü ayəsində ki, Allah təbarək və təala buyurur, möminlərin üzərində minnət qoymuşdu. Orada minnətdən murad, qəsd, yəni əta, lütfdür. Yəni mütəal Allah möminlərin öz içərisindən onlara peyğəmbər göndərərək lütf etmişdi, əta etmişdi mənasını bildirir.